İkinci gündən hamıya salamlar. Yenə gəlmişik. Bayram bugün vəbşi ən yaxşı formada keçiriləcək. Bu gün əsl bayram idi. Çünki dünən tam yurtlar tam qurulmamışdı. Bugün daha böyük bir şeyler olacaq. Yəni dünən gördüklərimiz bu günün yanında heç nə deməli gəlir. Özüm elə təsəvvür edirəm. Çünki bütün yerli adamlar deyir ki, bu günləri bayram daha böyük olacaq. Yenə gəlmişik bura. Bu dəfə fərqli yolla gəlmişik. Gedək görək başımıza nə gəlir. Dünən GoPro biraz özünü yaxşı aparmadı. Battery low çox deyirdi. Bura demək olar şəhərin mərkəzi sayılır. Binalar falan burada tikililər başlayır. Belə gedirik. Azərbaycan mədəniyyətini öyrədirik qızlara. Qanadın ərzi falan. Azərbaycan haradaydı? Qabaqda. Qabaqda. Hələ açılmıyor be təyir. Ha? Nə versələr götürüb yiyəcəm. Aa, mən də. Oradan bizə peraşki ilə çay verdilər. Dəniz mənzərəsi ilə içirik. Sadəcə o musiqi çoxdur deyə video çəkəndə mahnı düşür deyə çox da çəkə bilmirəm o tərəfləri. Biraz sakit yerə gəldik, çəkirəm. Bundan məndə var Fərhad. Bundan məndə var. Yazılar. Uşaqlar eliblər hə? Legodan. Здравствуйте, меня зовут Батырхан, я молодежь, которая заведует работников Московской области, имею 2-летний опыт, для этого обучил более 400 учеников, 20 учителей. Demək lazımdır ki, biz Rusça bilmirik. По-русски или казахский? На казахском можно. Yeah, English. English, okay? My English is not good, but I It's not problem. It's not problem. Okay. Try it. Okay, my name is Batırhan. I am the teenager who upgrade the robotics in Mangistau region. We work more than 2 years. We teach more than 400 students, 20 teachers. We work Deməli VR gözlüyü taxıb orada oynadığı göstərir, amma bilmirəm burada göstərir. Samavar falan düzəldiblər, yəni grafikləri millidir. Dostlar göstərir. Burada da öz Azərbaycanlılarımız da sevilir. Ay, yox, problem deyil. Yox, problem deyil. Videonun başlığı. Məhəmmədin qutqasından çay dağıldı. Başımıza gələnlər. Gel Məhəmməd. Hə? Bağladılar üzümüzə. Üzümüzə bağladılar.
Fərqlidir. Bunu deyirlər uşaqlar at ətidir. Yoxlaya da. Neydi? Suat neydi? Sineyim itmamda. Hə, şirin dadı var. Sonra bizə südlü çay verirlər. Piraşka var. Konfetlər, şiriyə. Rahmet. This is Shubat. The horse milk. No. Sorry. The camel milk. Camel. Oyda, iyisinə bax. Əgər Dünənkidir. Kamil deyildim. Dünənki. Dünən içdiyimiz o şey. Bu amma at ətinə oxşamır. Bir qəribə dadı yox ya bildiyimiz ət dadı. Bu da at əti adi şeyə oxşuyur. İnək ətidir. Ona görə fərq eləmək olur. Bir də burada şey var. Südlü çay. Bunların əsl öz yerlərində südlü çay yox olmamışdır. Bizim elədiyimizdən fərqliymiş. Südlü çayları fərqlidir bizim eləməkdə. Düşəcək ya. mən burada mələmi movat şey eləyib gedəcəm. Məncə dadlı. Ortam da belədir. Orada nəsə gedir. Flamingolar gedirlər. Burada da belə bir şey palyırlar. Midye kimi bir şeydir. Gəlin dadına baxaq. Nə deyə bu? Çox qəribə görsənir. Heç içində şey qalmıyor be. Ancaq su bu mu? Hala dibindən sıyırıb da o birisilərə. Neyse dadına baxaq. Prosta bir dənə götürdü, 3 dənə qaşıq dadına. Şey, aşure. Ha, qəribə bir aşırı Dadlıdır. sazlı bir şeydir. Çox dadlıdır. Hər yerim. Avrupa'ya başlangıçta alıştım olursa. Sevgilim bak beni gitmezse. Şuradan şurada ama ne Aa, dedişki şey, balıqlar, balıqlar. Ən sağlığı.
Konsertdən çıxdıq. Belə yolları boşaldıblar bir də avtobuslarda. İndi qayıdırıq. Yemək üçün gedəcəyik. Burada deməli dəvə var, at var. Deməli dostlar, Azərbaycan gələndə ikinci ən pis olduğum şey vedringin olmamasıdır. Çünki qiymətlər bayağı ucuzdur. Baxmış, adi kofe bundan aldım. Bu marojnadır. Əslində bundan alacaqdım, yoxdur. Bundan aldım. Marojnadır.